Abşeron rayonunun Xırdalan şəhərində 24 yaşlı oğlan gediş haqqı üstündə taksi sürücüsünü döyüb. Məlumata görə hadisə ötən ilin 24 fevralında Bolt tətbiqi ilə sifariş edilən taksidə baş verib. Valeh iki qadınla birlikdə Toyota Prius markalı avtomobillə Avpark istiqamətində hərəkət edib. Sifarişdə göstərilən ünvandan fərqli olaraq kompleksdə yerləşən məscidin yanına getmək istədikləri üçün sürücü əlavə ödəniş tələb edib. Ünvana çatdıqdan sonra sərnişinlər sürücünün kartına cəmi 3 manat göndərib. Sürücü isə əlavə ödənişin də verilməli olduğunu deyib. Bu səbəbdən tərəflər arasında əvvəlcə mübahisə yaranıb, qarşılıqlı təhqirlər səsləndirilib. Gərginlik daha sonra davaya çevrilib. İddialara görə tərəflər bir-birinə yumruq atıb. Lakin nəticədə Valehin zərbəsi sürücünün göz nahiyəsinə dəyib və o xəsarət alıb. Məhkəmənin qərarı ilə Valeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsə də amnistiya tətbiq olunaraq cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib.